vətəndaşı qəbul etməyən taksi sürücüləri hər imtinaya görə 50 manat cərmələnə. Bu hal təkrarlanarsa, onların taksi fəaliyyətinə xitam verilə bilər. Belə bir təşəbbüslə özəl taksi şirkəti bol çıxış edib. Bəs bu cəzalandırmaya səbəb nədir? Götürmürlər. Zəng gələm ki, niyə götürmürsən? 3 dəfə, 4 dəfə dalbadal axır. Nağdı vururam, gələm kartını atıram. Mən onsuz da çox vaxt kartla sifariş eləyirəm. Çünki pulunu normalda kartla istifadə eləyirəm. Məşqə, aeroporta da tələsəndə zakas eləyirəm. Öyle olur götürmürlər, gəlirlər çata-çatda götürmürlər. Deyir ki, kartın olduğuna görə ləğv edin, bəli, olur. Bəli, tez-tez olur. Mən deyirəm ki, bunu şirkətlə həll edin də. Əgər bu funksiya varsa, hər kəs onu istifadə edə bilər. Amma sizin bir probleminiz varsa, bunu şirkətə bildirin. Göründüyü kimi müştərilərin bir çoxu narazılıq edir. Elə biz də yaranan bütün sualları qarşı tərəfə, yəni taksi fəaliyyəti ilə məşğul olan şəxslərə ünvanladıq. Taksi sürücüləri niyə görə kartla olan sifarişləri götürmür? Vallahi mən hamısını götürürəm, belə də götürməlidirlər də. Kart da puldur da, fərqi nədir? Mənim üçün onlar problem deyil. Amma sənədləri düzgün olmayanlar üçün onlar problem yaradır. Ona görə də onlar onlardan imtina edə bilir. Çünki bir həftə sonra aldığına görə pul da lazım olur benzinlə, ora, bura, evin eşinə. Bir həftə sonra verdiklərinə görə kartla zəif götürürlər. Yəni bildirirsiniz ki, kartla ödəniş olanda həmin şirkət sürücüyə bir həftə sonra pulu verir. Bəli.